Pastor Mark Burns, Vatikanın Papa Akademiyasında keçirilən World Changers Summit, yəni Dəyişiklik Liderləri Sammiti çərçivəsində çıxış edib. Onun nitqi Vatikanın tarixi zallarında səslənmiş və dini fərqliliklərin sərhədlərini aşaraq ümumi insan təbiətimizin əsasını vurğulayıb. Pastor Mark Burns'un çıxışının mərkəzində qlobal ruhani diplomatlar təşəbbüsü dayanırdı. Bu təşəbbüs daha dərin anlayışa əsaslanır ki, dayanıqlı sülhü bombalar və hərbi güc vasitəsilə əldə etmək mümkün deyil. Pastor Burns belə deyib: Terrorizmi daha çox günahsız insan öldürməklə məğlub etmək olmaz. Çünki hər bir ailənin evini dağıdan zərbə yeni düşmənlər yaradır. Hər səhv hədəfsə yalnız sülh içində yaşamaq istəyən insanların qəlbində nifrət toxumları səpir. Pastor Burns izah edir ki, ruhani diplomatiya prinsipi belədir. Biz insanın dərisinin rənginə, hansı Allaha ibadət etdiyinə və siyasi baxışlarına baxmadan sadəcə kişi, qadın və uşaqları görməliyik. O həmçinin qeyd edir ki, bu ruhani diplomatlar şəbəkəsi vasitəsilə münaqişələr güc yolu ilə deyil, ümumi insanlıq anlayışı və bir nəfər kimi eyni havanı nəfəs aldığımızı, eyni qanı paylaşdığımızı və eyni əsas ehtiyacları arzuladığımızı dərk etməklə həll olunur. Pastor Burns həmçinin texnologiya ilə mənəvi liderliyin kəsişməsi mövzusuna toxunub və vurğulayıb ki, yüksək mənəvi prinsiplərə sahib insanlar texnoloji inkişafı insanlığın ali məqsədlərinə xidmət edəcək şəkildə yönəltməlidirlər. Xaos və parçalanma yaratmaq üçün yox. Onun çağırışı aydın idi. İmanından asılı olmayaraq, hər kəs ruhani diplomatlar kimi birləşməli, sülh, qarşılıqlı anlaşma və hər insanın əsas hüquqlarının qorunması uğrunda çalışmalıdır.